Salam, hər birinizi kanalımda xoş gördüm. Bugün sizlərə həm test izah eləyəcəm, həm də ki, dərsin izahını verəcəm. Başlayaq. Bugünkü izahımız bir yox, bir neçə dövlətin izahı olacaq. Amma testlərinin izahını ayrı-ayrı yerləşdirəcəm. YouTube kanalında ayrı-ayrı axtarış eləyərək tapa bilərsiniz. Deməli, erkən orta əsrlər və Bizans tarixi. Biz başlayırıq bugün German tayfalarının həyat tərzinə. Ümumiyyətlə onlar kim idi? Qısa konkret burada konspektləşdirilib Gemini tərəfindən. Məskunlaşması harda idi? 1-ci əsrin əvvəllərində harda idi? Reyn, Visla, bunlar çayların adı. Baltik və Şimal dənizlərində idi. Cənubda isə Dunay çayı idi. Bunları bilməniz o qədər də vacib deyil. Sadəcə bir məlumat olsun deyə, hardan, nə, necə gəldi, onları biləsiniz deyə nə deyirəm. Təbii ki, onlar ibtidai icma quruluşunda idilər. Əsas məşğuliyyəti maldarlıq və ovçuluq idi. Mühüm məsələlər isə xalq yığıncağında həll olunurdu. Bunda belə. Yəni, hər hansı bir məsələ baş verir, döyüş, nə bilim, sülh, bu kimi hadisələr, məsələlər xalq yığıncağında həll olunurdu. 1-ci əsrdə Romanın deyirik ki, Reyndən Qərdəşi torpaqlarını tutma cəhdi uğursuz oldu. Xalqların böyük köçü 4-7-ci əsrlərə əhatə eləmişdi və 476-cı ildə Qərbi Roma süqut edir. Nə vaxt yaranmışdı? 395-də. Nəyin nəticəsində? Roma imperiyasının süqutu nəticəsində. Və bununla da feodalizm orta əsrlər dövrü başladı. Barbar krallıqları kimlərdir? Vestigotlar, İspaniya, Vest nədir? Qərb. Ostogot orta mənasında başa düşün İtaliyada, Vandallar isə Şimali Afrikada, Anglo-Sakslar Britaniyada. Britaniya nə vaxtdan yaranmışdı? 1707. Əslində biz burada deyə bilməliyik. Yəni həmin dövr üçün bu ifadə tamamilə səhvdir ki, Britaniyadır. Sadəcə hal-hazırda İngiltərə həm də Britaniya adlanır deyənə qeyd eləyiblər. Çünki biz 1707-yə qədər Britaniya yox, İngiltərə adını çəkirik. 1707-də Şotlandiya ilə İngiltərə krallıqları birləşir və Böyük Britaniya yaranır. Buna da fikir verin. Frank isə Qaliya ərazisidir. Bu da Fransada yerləşir idi. Belə. Daha sonra mədəni nəticəsi nə olmuşdu? Qədim Roma mədəniyyəti dağıdılmışdı. Əslində mədəni nəticəsi olduqca mənfi idi. Mədəni yerinə mədəniyyətsiz də desək olar. Çünki heç bir yaxşı bir şey olmamışdı. Dağıdıb tökürdülər hər bir şey. Hətta heykəllərin üstünə də çıxıb onları dağıdırdılar. Frank dövlətindən danışaq. Frank dövləti 486-cı ildə Soissons döyüşündə Hlodvig, baxın cümləyə fikir verin, Roma canişini məğlub etdi. Bax, keçmiş Roma canişi Qərbi Roma idi. 395-476. Bu Qərbi Romanı bərpa eləmək istəyən Roma imperiyasını isə bərpa eləmək istəyən Bizans idi. Frank krallığının yaranması isə 500-cü ilə aiddir. Hlodvig ilk dəfə qanunları yaratmışdı. Yəni ilk qanunu verən Hlodvig idi Frankda. Və Frank dövləti idi, imperiyası deyildi hələ. 800-cü ildə biz ona deyəcəyik ki, imperiyaya çevrilir. 6-cı əsrin əvvəllərində salih qanunları, bu bizə düşmür. Yəni sizin imtahanlarınızda istifadə edilmir. Amma bunu bilməyiniz faydalıdır ki, sizin üçün. Yəni heç vaxt yadınızdan çıxmayacaq ki, ilk qanunları Hlodvig vermişdi. Ölkəni isə qraflar tərəfindən idarə olunan vilayətlərə bölünürdü. Yəni vilayətlərə bölünürdü. Bu vilayətləri idarə edənlər isə qraflar idi. Aydındır. Sonra biz deyəcəyik Karl Martel'dən. Karl Martel hökmdar deyildi. Karl Martel hökmdar deyildi. Dövləti hökmdarın adından idarə eləyirdi. Amma hərbi islahatı var idi. Bu da torpağın paylanması idi. Hansı ki, torpağı süvarilərə verirdi və bu da feodal münasibətlərini sürətləndirirdi. Və ən əsası 732-də ərəblərlə Poitiers döyüşü baş verir. Ərəbləri məğlub eləyir. Avropanın irəliləməsinin qarşısını alırlar. Yəni bir Xəzərlər də deyirik ki, onlar da ərəblərin Avropa irəliləməsinin qarşısını almışdılar. 732-də yadımızdadırsa Əməvilərin dövrünə düşür. Birdən testdə Abbasilər, Məhəmməd Peyğəmbərin dövrün verər və yaxud da
xəlifələrin dövrünü verər. Bunu da bilirik ki, biz Əməvilərə aiddir. Sonra Böyük Karldan danışası olsaq, 768-814-də imperiya parçalanır daha sonra. Bu başlığı belədir. Böyük Karlın fəaliyyətindən nə deyirik? Kəndliləri ordudan uzaqlaşdırmışdı. İşğal olunmuş torpaqlar isə cəngavərlərə irsi mülk kimi paylayır. Yəni kəndlilərə ordudan ona görə uzaqlaşdırırdı ki, orduya kimlər gəlir? Kişilər gəlir. Kişilər gələndən sonra bir çox işlər axsayır. Türklər demişcə, Azərbaycanca mənasını tapmadı. Yəni işlərdə çətinlik yaranır, ona görə də kəndliləri geri qaytarır. Hansı torpaqları ki də işğal eləmişdi, onu da cəngavərlərə verir irsi torpaq kimi. İspaniyada isə ərəblərlə, sakslarla 30 il bax sakslarla mübarizə aparıb, avarlarla da İtaliyada müharibə aparıb. 800-də isə Roma papası tərəfindən imperator elan edilir və Roma imperiyası bərpa olunur. Roma imperiyası demişdi ki, eradan əvvəl 27-də yaranmışdı, 395-də parçalanmışdı. Bunu da belə yadda saxlayırıq. Feodal dağınıqlığı 9-11-ci əsrlər həm Avropa, həm də Azərbaycanda 9-11-ci əsrlər nə adlanır? Feodal dağınıqlığı dövrü. Almaniyada 962-ci ildə 1-ci Otto müqəddəs Roma imperiyasını yaradır. Fransa 10-cu əsrin sonunda Karpetinglər hakimiyyətə gəlib. Bu arada bunlar testlərə düşür. Verir ki, Karpetinglər sülaləsi hansı dövlətdir? Ya xəritə üzərindən verir, ya adını variantlarda verir, ya ona aid bir xüsusiyyət verir. İtaliya isə şəhər respublikalar yaranmışdı. Yəni geriləyirdi. Genoa idi. Zaten adı yazı bu. Pizza kimi yadınızda saxlayın. Genoa'da zaten bilirsiniz. Genoa konferansında deyəcək, biz gələcəkdə sizinlə və Florensiyada uğrunda mübarizəndə deyəcəyik biz sizinlə. Deməli, biz əsas burada Vikinglərdə deyirik. Vikinglərin zaten çizgi filmi var. İnanmıram ki, ona baxmayan olmaz. Əgər baxmayanlar varsa da YouTube'dan axtarış yerinə Vikinglər yazsın. O çizgi filmdə qısa bir təəssürat yaranacaq sizdə onların həyat tərzi forması haqqında. Düzdür, elə də yaranmayacaq, amma yəni görəcəksiniz də, təsəvvür eləyə biləcəksiniz ki, Vikinglərin ağzından necə yaranıb, yaşayıb daha doğrusu. Əslində Vikinglər, uşaqlar necə yaşayırdılar? Çox belə vəhşicəsinə yaşayırdılar. Hər şeyi qırıb tökürdülər. Yəni çox savaşqan idilər. Amma ki, deyirik ki, 1000-ci ildə nəsə bir möcüzə baş verir Allah tərəfindən. Bu möcüzə də nədən ibarət olur? İqlim yaxşılaşır. Bunlar da başlayır əkinçiliklə məşğul olmağa. Sonra hərəsi bir yerə köçür 1000-ci ildə. Artıq Şimali Amerikaya gedir. Bax, burada da yazıb. Ondan sonra yəni Vikinglər haqqında heç bir məlumata rast gəlinmir. Bizans imperiyası, baxın uşaqlar, 395-1453. Bu 1453-də varlığına son qoyanda Mehmetdir, 2-ci Mehmet Osmanlı'da. Amma sizə Fatih kimi versə, bunu da yadınıza saxlayın ki, Fatih deyildi. Varlığına son qoyandan sonra Fatih olur. 2-ci Mehmet Fatih. Deməli, yaranır 395-ci ildə və bunu Şərqi Romada adlandırırdılar Bizansı. Özəlliyi də yəni Qərbi Romadan fərqli olaraq xalqların köçü zamanı süqut etmir. Çünki biz xalqların böyük köçünü 4-7-ci əsrlər demirik. Amma yəni 4-cü əsrdə yaranıb 395-də Qərbi Romada. 5-ci əsrdə yəni 476-da süqut elib. Amma Bizans süqut eləməyib. Gör 15-ci əsrə qədər varlığını qoruyub saxlayıb 1453-cü ilə qədər. Aydındır. Yəni burada şəhərlər ölkəsi adlanırdı. Niyə? 1000-dən çox bu dərslikdə var. 1000-dən çox şəhəri var idi. Ona görə də şəhərlər ölkəsi adlanırdı. İdarə etmə də, bax, məhdudsuz hakimiyyətə malik. Bunu nətər? Məhdudsuz yazmağı daha yaxşı olub. Çünki uşaqlar çox vaxt qeyri-məhduda fikir vermir. Qeyri-məhdudda uşaqlar elə məhdudsuzdur. Yəni onun qarşısında heç kim dura bilməzdi. İstədiyi hər bir şeyi eləyə bilərdi. Heç kimlə razılaşmalı, qərar verməli değildi. Öz istədiyini hər zaman eləyə bilərdi. Hakimiyyətdən getmək də sadəcə öləndə və yaxud da kiməsə imperiyasını tapşıranda olurdu, ölüm ayağında falan. Və imperator idi bunda idarə edən, adı üstündə zaten Bizans imperiyası.
Dövlət dili isə Yunanca idi. Bu da niyə? Çünki Bizans ümumiyyətlə Yunanistan ərazisində daha çox yayılmışdı. Yəni Yunanların olduğu ərazidə yarandığı üçün əsas deyil Yunan idi. Yunistinian ən çox bizə düşəndir. Qızıl əsrdə deyilir onun hakimiyyəti dövrünə. Niyə? Ay müəllimə, niyə onun dövrü qızıl əsr adlanır deyəndə uşaqlar bu hakimiyyətdə olduğu dövrdə çox gözəl idarə edib dövləti. Hətta bax burada deyirik ki 532-ci ildə Sasanilərlə arasında əbədi sülh imzalayır. Xarici siyasəti isə qədim Roma sərhədlərini bərpa etməyə çalışırdı. Bax, qədim Romanı deyir, qərbi Romanı demir. Bu bütün Romanı idarə etmək, vahid halda birləşdirmək, bərpa eləmək istəyirdi. Hansı ki 395-də parçalanmışdı. Bax, Frank, bura yazıram bir də sizin üçün. Frank imperiyası qərbi Romanı bərpa eləmək istəyirdi. Bizansın isə ümumiyyətlə Romanı bərpa eləmək istəyir. Zaten Bizansın ərazisi də olduqca geniş idi. Zaten geniş olmasa biz ona imperiya deməzdik. Bu xarici siyasətində yəni özünə tabe etmişdi. Bayaq saydığımız tayfaları, Vandalları, Ostroqotları özünə tabe etmişdi. Bizansın zəifləməsinə süqutundan nə deyəcək? Uşaqlar 1071-ci ildə artıq Malazgirt döyüşü baş verir. Səlcuqlarla kimlər arasında baş verir bu döyüş? Bizans arasında baş verir və Bizansı məğlub eləyir. Kiçik Asiyanı ələ keçirdir. Səlcuqlar əbədi türk torpağına çevrilir. 7-ci əsrdən artıq ərəblər hücum eləyir. Bizansla savaşırlar. Biz deyirdik, Bizansla savaşırdılar ərəblər. Və 9-cu əsrdə isə Slavyanlar və Səlcuq türklərinin tərəfinə gedirdilər. Yəni məğlub eləmişdilər artıq Bizansları. 1204-cü ildə isə 4-cü Səliv yürüşü zamanı Konstantinopolu tutublar. Konstantinopol tutmaq nə deməkdir? Paytaxtı tutanda biz artıq dövlətlərin süqut eləməyini deyirik, amma burada süqut eləməyib. Hətta Latın imperiyasını, Latın imperiyasında qurublar 1261-ə qədər idilir. 1453-cü ildə isə 2-ci Mehmet Konstantinopol tutur, adını dəyişir, İstanbul eləyir, paytaxtı da köçürdür İstanbula. Yəni bununla da o məşhur Bizans imperiyası süqut eləmiş olur. Burada isə oxşar və fərqli cəhətlər qeyd olunub. Əslində bunu istəyirsinizsə siz SS eləyib götürə bilərsiniz. Amma mənə yəni izah kimi ehtiyac yoxdur. İndi testlərin izahına keçəcəyik. Keçək testlərinin də izahına baxaq. Bizansın 11-ci əsrinə aiddir, soruşur. Biz yadımızda saxlamalıyıq. 1071-i hansı döyüş idi? Malazgirt'dir. Bəli, Malazgirt döyüşü. Malazgirt'də isə qalib gəlmişdi. Səlcuqlar məğlub olmuşdu Bizans. Bax, konspektdə yazanı belə yazırsınız. Yəni doğru cavabım D variantı. Slavyanların ərazisinə keçməsi 13-cü əsr dedik. 1204. Vandalın əlaqəsi yoxdur. Ostroqotun da əlaqəsi yoxdur. Müqəddəs Sofiya kilsəsinin yox. Bu da səhvdir. Uyğunluğunu müəyyən edin. Biz burada uşaqlar Avrasiya ümumiyyətlə 2 yerə bölünür. Bir Avropa, qərbi olur Avropa, şərqi olur Asiya. Qaraqoyunlu dövləti də mövcud olub 1410-1468. Bizans imperiyasına son qoydu. Nə vaxt? 1468-də götürəcəm. Yox, Bizansın varlığına son qoyulması uşaqlar. İkisini birləşdirdim mən 1453-də. Bunun sonunu çaşıb bura dedim. 1453-də. Deməli, birə A olan variantları götürəcəyik. Nədir? İspaniya krallığının yaranması xeyr aid deyil. Bu varlığın 90-cı illərdə yaranır. Ona görə götürmürəm. Zaten variantlarda verməyib. Sərfçilərin gücdən qovulması da nə əlaqə? Doğru cavabım qaldı. Y. Sonra Şeybanilərin Heratı ələ keçirtməsi aid deyil. Dehli Sultanının mövcudluğu aiddir. 1206-da yaranıb, 1526-da süqut eləyib. Yunan sülaləsi də aid deyil uşaqlar. Bu 16-cı əsrdədir. Və gələk 3-cü suala. Deməli, 11-ci əsr deyirsə, biz burada yenə 1071-i yadımızda salırıq və dedik ki, orada Kiçik Asiyanı ələ keçirdik. Yəni, haranı? Türkiyə ərazisini. Türkiyə ərazisi də bizdə burada xəritədə olacaqdır. 5 ilə göstərilən ərazi xəritədə tam düşməyib, amma Türkiyə ərazisi burada ilə balaca xətlərlə də bilinir.
Bura Türkiyə ərazisidir uşaqlar. Baxın, bu ilbizi də sizə yada salma edim. Bu ilbizi ki görürsünüz burada. Bax, bunun sol tərəfi hara idi? Misir. Neyse, bizim cavabımız oldu Y. Deməli, Bizans imperiyası hücumuna məruz qalmışdı. Bizans imperiyası hücumuna qalmışdı. Yəni, verilən tayfalar nə vaxtsa hücum eləyib Bizans imperiyasına. Gəlin görək hansının hücumuna məruz qalmışdı. Deməli, baxaq görək nə deyir bizdə. 5-ci əsrdə deyir Axunun. Yox, 5-ci əsrdə Axunun hücumuna məruz qalmayıb. Gəlin variantlardan çıxdaş eləyək ki, işimiz asanlaşsın. Baxaq görək. Avropa Hun dövlətinin, bəli, Attila gəlib hücum eləmişdi. B variantı olmayanda çıxıram ki, işim asanlaşsın. Frank krallığı. Ümumiyyətlə, Frank krallığı 5-ci əsrdə yaranıb, hələ təzə yaranıb Bizansa hücum eləyəsi deyil. Tam-tamına 5-ci əsrdə, 500-cü ildə. Yəni, C variantı da səhvdir. Baxaq, cavabımız qaldı C. Baxaq görə 2-yə aynən C-ni verib. Göytürkün. Bəli, 6-cı əsrdə Göytürkün hücumuna məruz qalıb. Xəzər xaqanlığı, xeyr, 6-cı əsrdə heç Xəzər xaqanlığı yox idi. 7-də yaranıb. Sasanilərin, bəli, Sasanilərlə də savaşıb. 7-ci əsrdə isə Mehrani, bu Albanlar gəlib hücum edib. Xeyr, əksinə dost olublar, müttəfiqlik siyasəti olub. Amma Ərəb xilafəti, bəli, düzdür. Səlcuqların isə xeyr, hələ yaramamışdı. Elə cavabımız qaldı, nə C variantı. Bizans, Səlcuq, yox, Bizans, Şəddadi, Şirvanlılara xarac verilməsinin qəbul edilməsi. Bəli, niyə? Çünki Şəddadilər dövlətində tabe edib 1054-də, Tiflisdə, Rəvvadində, Şirvanşahları isə daha sonra tabe eləyib, amma bizdən yenə də tabe eləyib də, düzdür. Amma o qəbul eləməyib. Bu hələ birbaşa tabe olub. Amma Şirvanşahlar, Rəvvadilər də birbaşa müqavimət göstərməyib. Amma Şirvanşahlar müqavimət göstərdiyi üçün bu cavabı biz düz götürürük. 1071-də də kimlər deyirik? 1066-da da Şirvanşahları, 1071-də də Səlcuqları Bizans-Malazgirt savaşı nəticəsində. Yəni, o Osmanlı tərkibinə daxil olması nə əlaqə? Atabəylər Azərbaycan dövlətidir, nə əlaqə? Dərbəndi niyə təmir etsin? Kordovada variant olsun deyənə 6. Deməli, Bizans imperiyasına fərqi olaraq Göytürk Axun Sasanilərlə müharibə aparmışdı. Sasanilərlə hər kəsi müharibə aparıb, ona görə A variantını verəni çıxıram. Xalqarın böyük köçündən sonra yaranıb. Xalqarın böyük köçündən sonra. Hə, bunu götürürəm. Çünki Bizans 395-4-cü əsrdə yaranıb. Birinci Göytürk dövləti isə 552-ci ildə yaranıb. Yox, bunu da götürmürəm. Bizdən fərqlini istəyir uşaqlar. Fərqi istəyirdi, yəni altını da çıxıram. B-ni də çıxıram daha doğrusu. Cavabım qaldı nə? B variantı deyir. Çini asılı vəziyyətə salıb. Bəli. Göytürk dövlət salıb, amma Bizans salmayıb. 4-cü əsrdə yaranması da oxşardı. Hər ikisi məzdəkilərin yatırılması ilə isə Bizans kömək eləməyib, Axun kömək eləmişdi. Ona görə götürürüm. Xəzərlərin tabe edilməsi isə oxşar götürmək olar, amma Axunu tabe eləmir. Yəni, Bizansla haradasa qədim Çin dövlətin versəydi, Tibetiləri götürərdik, Xəzərlərin tabe edilməsini isə götürə bilmərik, yəni oxşar cəhət kimi. Yəni, cavabımız oldu nə? B variantı. Eylervenə uyğun olaraq A-nı tapın. A-nı istəyir, yəni Bizans imperiyası Xəzərdə fərqli cəhəti nə ola bilər uşaqlar? Ərazisinin bir hissəsinin Rəşidi xəlifələr dövründə işğal edilməsi. A-nı götürərəm elə. Slaviyanların yürüşünə götürmərəm. Mehranilərlə Xəzər xaqanlığı elə Cavanşirdə bağlamışdı. Ərəblər də oxşardı. Cavanşir yenə biz onunla da bağlamışdı. Yəni Xəzər xaqanlığı ilə də. 8. Bizans, Sasani, Xəzər. Xilafətin hücumlarına məruz qalması. Xilafətin hücumlarına məruz qalması deyirsə, uşaqlar, biz bura oxşar götürəcəyik. Çünki hər biri hücumuna məruz qalıb ərəbləri. Deməli, 5-ə olmayanına çıxaram. Musavilik deyirsə, Xəzərə götürəcəm. 3-ə B.
Cavabım da qaldı A variantı. Birə deyirdi, Malazgirtdə məğlub olan bəli Bizans imperiyası idi. Sasaniyə verib Cərmidanda məğlub olması. Bəli, düzdür. Cərmidan döyüşünə Sasanilər məğlub olmuşdu. Üçüncüyə də götürdü B-ni, dördüncüyə də verib C-ni. Yəni Bizansla Sasaninin oxşarlığı ancaq Xəzərdə olmaz. Mehranilərlə, Rəfiçili xəlifələrlə qarşı müttəfiq olmaz. Bəli, tamamilə doğrudur. Yəni doğru cavabı A variantı olmuş olacaq. Bizans imperiyasının birinci Göytürklə oxşar Avropa Hun dövlətindən fərqi xüsusiyyəti. Mehranilərlə diplomatik əlaqələri Mehranilərlə Göytürk olmayıb. 15-ci eyni əsrdə yaranması 5-ci əsrdə, 6-cı əsrdə, Bizans imperiyası da 4-cü əsrdə. Bu da səbtdir. Xalqların böyük köçü dövründə yaranması da oxşardı Avropa Hunla. Sasanilərlə mübarizə aparması. Bunu götürə biləcəm. B variantını çünki Attila getmək istəmişdi, amma alınmamışdı. Neçə 9-cu testimizin cavabı da oldu B variantı. Bizans dövləti ilə Axunun oxşar cəhəti nə ola bilər? Eyni əsr, bəli, 4-cü əsrdə yaranmışdılar. Ərəblərlə müharibə aparmasını götürə bilərəmmi? Xeyr. Amma Sasanilərlə mübarizəsini götürə bilərəm. 1-3. Sonra. Bizans imperatoru Yunstinianın hakimiyyəti dövrünə aid. Yunstinianın hakimiyyəti dövrünə. Yəni, Yunstiniana aid olanları seçməliyik. Biz burada Vandal krallığın tutmasını, bəli, bayaq zaten konspektdə qeyd etmişdik. Biri düz götürür. Roman Çirə parçalanması xeyr 395-dir. Zaten Bizansın başçısıdırsa necə olsun. Sasanilərlə də müharibə aparıb düzdür. Yəni 1-3 doğru cavabı. Misirlə Suriyanın ərəblər tərəfindən işğalında heç bir əlaqəsi yoxdur. Doğru cavabımız 1-3 oldu. 1-3. Uyğunluq, yəni düzgünü istəyir bizdən. Ərəb qoşunlarının hücumu, Fələstinin Bizansın əlindən çıxması. Belə bir şeyi biz düz götürə bilərikmi? Götürə bilərik. Yəni, biri biz düz götürəcəyik. Səlcuqların ölkə ərazisində məskunlaşması, Bizansda quldarlıq nə əlaqə? Heç yox idi, artıq feodalizmdir, getdi. Malazgirtdə Bizansın Şimali Afrikadakı torpaqlarının itirilməsi. Bəli, götürmək olar. Xeyr. Çünki uşaqlar Şimali Afrika yox, biz demişdik ki, Kiçik Asiyanı itirmişdi. Ona görə səhvdir. Attilanın Şərqi Romaya hücumu Bizans imperatoru Hunlara xərac ödəməyə məcbur edilməsi. Bəli, hətta 2 dəfə getmişdi. Çünki tabe olmaq istəmirdi. 17-ci əsrdə Bizans imperiyasının ərəblər tərəfindən işğal edilən ərazilərini müəyyən edin. Biz burada müəyyən edəcəyimiz ərazilər uşaqlar xəritədə həmişə ərəb xilafətinə yaxın ərazilər götürməlisiniz. Ona görə də doğru cavabımız olacaq Misirlə Fələstin. Yəni 6, yox, birinci 2 yazılır, sonra 6 yazılır kodlaşdırmada. Ona görə 2-6. Yenə deyir ki, hər iki xüsusiyyətin aid olduğu ərazini müəyyən edin. Eləyək daha 7-ci əsrdə Bizans tərkibində olmuşdur. Rəşidi xəlifələrin dövründə müsəlmanlar tərəfindən fəth edilmişdir. Buranı da yenə biz götürəcəyik nə 2 ilə 5-i. Ərəb xilafəti dövründə daha yaxşı keçəndə yadınızda qalacaq. Dövlətlərin süqutunu istəyir bizdən xronologiyası. Bizans nə vaxt süqut eləyib uşaqlar? Bizans süqut eləyib 1453-də. Bəs Səfəvilər nə vaxt süqut eləyib? 1736-da. Osmanlını desəm 1922 götürək. Qərbi Romada 476. Düzəndə 4, 1, 3, 2 oldu. 4, 1, 3, 2. Belə uşaqlar, bu Bizansın izahı idi. Daha sonra keçək İngiltərənin izahına. İngiltərə verilmiş xüsusiyyətlərin hər ikisi aiddir. 7-ci əsrdə hər bir azad adam kral